Nəqliyyat vasitələrində tibbi çantalar. Bu, ilkin tibbi yardım üçün nəzərdə tutulub. Bəs bu çantalardan nələr olmalıdır? Arterial qanaxmanı dayandırmaq üçün. Bu Betafexdir. Hər hansı bir yaranın üstünü bağlamaq üçün. 70% spirtdir, əlləri dezinfeksiya etmək üçün. 2 ədəd kiçik ölçüdə bin. Qəza zamanı yaraların üstünü bağlamaq üçün bir dəfəlik bantlar. Hər birimiz bacarmalıdır ilk yardımı göstərməyə. Təcili yardım çantaları müxtəlif növ və ölçülərdə ola bilər. Bəs apteklərdə nəqliyyat vasitələri üçün təcili tibbi yardım çantaları satılırmı? Təcili tibbi yardım çantaları var sizdə satışda? Bəli, var. Baxa bilərik. Bəli, bəli. Buyurun. Təcili tibbi yardım çantası avtomobildə saxlanılmalı olan ən vacib təhlükəsizlik vasitəsidir. Gəlin baxaq aptekdən aldığımız çantanın içərisində nələr var. 3 ədəd bint, 2 ədəd salfetka. Burada müxtəlif təlimat kitabçaları da var. 2 ədəd maska. Əlcəklərin içərisində belə təlimat kağızı var. Bütün bunlar qəzalar baş verdiyi halda qanın dayandırılması üçün lazım olan zəruri ləvazimatlardır. Təbii ki, hər sürücü öz istəyinə uyğun və ya hansısa xəstəliyinə görə təyin olunan preparatları da bu çantalara əlavə edə bilər. Qəzalar qaçılmazdır, ilkin tibbi yardım isə əksər hallarda ən ağır qəzalardan xilas yoludur. Nigar Babayeva, Sabir Şahvələdov, Telesəhər.